Mənə yazılmış neqativ rəyləri oxuyacağam və yanımda Nicat var ki, mənə mənəvi dəstək üçün. Tək oxumaq istəmədim ki, yəni mənəvi dəstək olsun. Ürəyə zəlkət. Hazırsan? Yazıb ki, Cavid ancaq uşaq-muşaq şeylər alır. Sifətindən yağ axır. Səncə mənim sifətimdən yağ axır? Yox, səndə nur var ancaq, yağ zəxli. Yəni nur da indi yaxşı şey sayılmır. Niyə? İndi də nur var da. Kiməsə indi də hər şeyin mənası dəyişilib də, kimisə pis söz deyəndə deyirlər ki, bunun üzündə nur var imiş. Vallahi Azərbaycanda hər şeyin mənası get-gedə dəyişir. Ki bunun üzündə nur var, o maşinlik oxşur yəni. Vallahi. Yəni kimin üzündə nur varsa ondan qaçın. Müasir həyatı öyrədirəm də, mən yaşca böyüyəm deyə qocalmışam. Təkəbbürlü insandır. Kəşf elə olmayasan, ağıllı bala olasan. Nə oldu da? Yıxıb sürüb. Təkəbbür nə demək? Təkəbbür yəni ki, belə özünü bəyənmiş də belə yəni ki, deyirsən. Əslində vallahi sizdən fərqli olaraq mən bunu yazandan razıyam. Özümü biraz egoist. Sən veçni valideyn şotuna yaşayan adamsan. Qaqa, mənim ayağım yer tutandan mən işləyirəm. Başa düşmürəm. Yəni valideynə möhtac olmaq lazımdır. Nə olur ki, amma sən yəni valideynə məncə. Mən özüm özün işi, gücü, hər şey var. Sıfırdan qalxan oğlanlara salam. Amma sən sıfırdan qalxmamısan. Biz nə qaraq ki, sən həyatı heç nə ilə doğulursan. Videolar perfect. But saç stili dəyişsə daha perfect olar. Yəni yarımçısı, Rolton var. bayaq işdə uşaq mənə deyir ki, mən Rolton başım. Sənə nə dedilər? Mənə pasta var. Pasta var. İndiki uşaqlar da mutasiyaya uğrayıb, yəni ki, çəkinmə izadı yoxdur. Mən anadan gəlmə perma oldu. Yəni ki, mən elə etdirməmişəm. Çox çirkinsən. Səncə çirkinəm mən? Yox. Çox çirkin deyiləm də, yəni biraz çirkin. Səndən mən belə wow model yaraşığımız yoxdur, amma çirkin də deyilik inşallah. Daş başı var. Niyə yaşayırsan? Niyə də? Bunlar məndən nə istəyirlər? Heç kəsə qarşı eləmək olmaz şuna. Reklam etsə də mədəni oğlandı. Sanki reklam eləmək pis bir şeydir. Yəni ki, bunları da qınamıram. Çünki reklama o qədər şey öyrəşiblər ki, kimsə getsin pivəxanalarda reklam eləsin. Desin ki, ailəvi yerdir. Bunun qulağı nə boydadır ala? Əslində ona haqq verirəm. Bu başa görə normal qulaq. Yəni də. Bu boyda cüssə var ya, uşaq. Yəni realda görsəz çox hündür. Atasının pulu ilə kef eləyir. Ay, sizin dədənizin pulu ilə kef eləyir, bu atasının pulu ilə kef eləməlidir. Valla məsələ burasındadır ki, bunlar mənə yazırlar, bunu niyə lazımsız, məsəl üçün niyə getdin lazımsız bundan aldın. Mənim atam 100 qat daha çox ondan çox deyir ki, mənə niyə alırsan da onu. Yəni mənim izləyicilərimdən daha çox əleyhinədir mənim valideynlərim belə şey eləməklərimin. Çox absurddur ki, yəni ki mən ata pulu ilə yaşayıram da. Bu qədər pulum var, xeyir iş gör də. Başqalar kimi gözünə soxmur da, şükür Allaha. Sağ olsun, mənim mənəvi dəstəyə göndərdin. Yəni bayaqlar adi uşaqların belə nə qədər yaxınlaşır. Çox sağ ol keçən səfər aldığına görə buna da adi uşaqlara o qədər dəstək olursan. Halal olsun. Neyini biz bacarmıq da çəkib paylaşmaq. Nəysə çox sağ ol Nicat mənəvi dəstəyə görə.